Heç kim unudulmur, heç nə yaddan çıxmır. Çağırır vətən, çağırır ana, mənfur düşməndən qisas almağa, mənfur düşməndən qisas almağa. Səcdəgahdır, qibləgahdır, üç beyli Türk bayrağı, bir ovuç kül, bir ovuç yurt torpağı. Dünyanın məşhur fatihlərindən olan Napolyon Bonaparte zamanında demişdir. Savaşdıkları zaman qəhrəmanları ölməzliyə qovuşduran sadəcə onların ölümləri deyil, onların ölümlərinin səbəbləridir. Məhz haqqında danışacağımız Azərbaycan Respublikasının milli qəhrəmanı Mayor Səmid İmanov o qəhrəmanlardandır ki, vətən, torpaq, millət yolunda canını fəda edərək ölməzliyə qovuşdu və Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz adını qızıl hərflərlə yazdı. Oğlum Samidə Samid ad verdiyim həqiqətən həyatda Samid kimi yaşadı. Mənim oğlum çox qəhrəman oğul oldu. Mənim oğlum vətənpərvər idi. Mənim oğlum heç vaxt ataya, ana darıxdırmırdı. Amma o işi, o hər vaxt vətən yolunda idi. Fəxr duyuram ki, həqiqətən də mənim belə igid qardaşım var imiş. Amma bilirdim o igiddir, qəhrəmandır. Bilirdim. Amma bu dərəcəsini mən bilmirdim. İnsan deyirdi, bir dəfə ölür, öləndə də şərəfli eləsən, öləndə də tarixə düşəsən. Mən də inşallah gələcəkdə daim kimi olacağıma inanıram, daimin yolunu gedəcəm. Çox gözəl insan, tərbiyəli oğul, ailəsinə sadiq, vətəninə sadiq. Övladlarına qarşı gözəl ata idi, gözəl ailə başçısı idi. Vətən yolunda canını qurban verən qəhrəmanlar heç zaman ölmürlər. Vətən uğrunda ölüm əslində həyatın davamıdır. Yüksəlişə can atmaq insanın təbiətindədir. O doğulduğu andan tez boy atmaq, böyümək, ağla kamala dolmaq istəyir. Öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəkliyə can atan qəhrəman oğullardan biri də İmanov Samid Gülağaoğludur. İmanov Samid Gülağaoğlu 1981-ci il aprel ayının 22-sində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1991-1998-ci illərdə Neftçala şəhər bir saylı tam orta məktəbində təhsil alıb. 5-ci sinifdən Samidin sinif rəhbəri olmuşam. İmanov Samid Gülağaoğlu'nun. Oxuduğum müddət ərzində müəllimlərin, sinif yoldaşlarının həmişə sevimlisi olub. Dərslərini həmişə yaxşı oxuyub. Xəritəni öyrənməyə onun çox böyük həvəsi var idi. Hərbi işlərə onun o qədər marağı var idi ki, demək, sözlə demək onları mümkündür. Biz 6 və 7-ci sinifdə olanda Azərbaycan Respublikasının 20% torpaqları işğal altındaydı. Və o zamanlar biz qərar aldıq ki, biz mütləq zabit olub Azərbaycan Respublikası Silahlı Qüvvələrindən zabit kimi xidmət edib öz töhfəmizi verəcəyik və Azərbaycan Respublikası torpaqlarını işğaldan azad edəcəyik. Orta məktəbi bitirdikdən sonra Samid Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və buranı 2003-cü ildə fərqlənməklə bitirib. Samid hərbi təhsil aldığı illərdə də hər kəsin hörmətini qazanıb. Belə öz təmkini ilə, sadəliyi ilə fərqlənən bir kursan idi.
o kursantın daxili aləmi, onun amalı daha yüksəkdir. O, nəinki qrupun, hətta məktəbin ən istedadlı kursantlarından biri olmuşdur. Kursantlar arasında adı ilk onluğa düşdüyünə görə dəfələrlə mükafatlandırılıb. Onun hərbi ixtisası çox kanallı radio-relay rabitəsidir. Həmin stansiyalardan, texnikadan və digər fənlərdən ona dərs deyilib, mən dərs demişəm. O 2003-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirmiş və mərhum prezidentimiz Heydər Əliyev tərəfindən mükafatlandırılmışdır. Yox, elə özüm razılıq verdim. Onun da həvəsi var idi, özümün də həvəsim var idi. Mən bilmədim, axırı gəlib bura çıxar. Özümün də həvəsim var idi. Özüm apardım onun dokumentlərini, şəklini çəkdirməyə, hər şeyini. Özüm də iştirak eləmişəm. Samitlə mən şəhərdə yaşayanda Samit Ali məktəbə daxil oldu. Bayramlarda, bazar günləri buraxılışda bizə gəlirdi. O vaxtdan da ünsiyyətdə olmuşuq. Yəni, dərsləri barədə danışıb. 18 yaşından elə bil ki, mənim yanımdaydı da, o burada 11-i qutardı, getdi, gəldi Bakıya 18 yaşından, ta 34 yaşına qədər. Mən o heç qardaşım kimi hiss eləmirdim, mən elə bilirdim, o mənim evladımdır. Bütün dərdini, sözünü, hər şeyi danışırdı, bir-birimizlə bölüşürdü. Amma işdən başqa, iş barədə heç bir söz də danışmazdı. Ümumiyyətlə, o qulluq etdiyi xidmətdə bir dəfə də olsun hərbi haqqında heç bir məlumat vermirdi. Yəni, biz çox yaxın olmuşduq da, yəni qardaş kimi. Mən nə suallar verirdimsə, həmişə sualdan qaçardı. Danışırım, söhbət edirəm, deyir ki, ata ilə buralıyım, uzaqda deyirəm, yaxın deyirəm. Narahat olma, salamatdadır. Mən sonradan bildim ki, onun çox ağır işi var. Hələ fikirləşirdim hərbiçidir. Ancaq o dərinliyində o dərəcədə ağır olduğunu bilmirdim. O işdən gəlirdi. Lap cəbhədən gəlirdi. Heç bilmirdik o hardan gəlir. Elə bilirdik elə işdən gəlir. Gedəndə də heç bildirmirdi ki, mən hara gedirəm, nə əziyyət çəkirəm. Heç vaxt. O evə gələndə elə gəlirdi ki, elə bir günən ki, elə hardansa rahatca gəlir. Gənc Samit təhsilini başa vurduqdan sonra Türkiyə, Pakistan, İsveçrə və Rumuniyada bir sıra kurslara və təlimlərə qatılıb. Sual verərdin işdən, heç bir işlə bağlı cavablandırmazdı. Hansı ölkəyə gedərdi təlimə? 3 ay, 2 ay, 4 ay bir dövrün olmazdı. Bilirdi ki, təlimə gedib, hansı ölkəyə gedib, ancaq bilmirdik. Gələndə amma zəng vurardı ki, əmək qarşıla, hardan gəlirsən təlimlə, hansı ölkədən getmişdim. Yəni, bir dəfə də mən ondan o sözü ala bilmədim. Hansı ölkəyə getdi, niyə getdi, nə üçün getdi? O heç vaxt evdə ümumiyyətlə öz işi barədə danışmırdı, heç vaxt. Biz onun hansı işlə məşğul olduğunu bilmirdik. Bilirdik hərbiçidir, amma o barədə bilmirdik, o hara gedir. Harasa gedəndə deyirdi, təlimə gedir. Bizə evdə heç bir söz demirdi, bəlkə də demirdi, biz darxarıq. Onun belə bir ağır işlər, vəzifə dalıcan getməyə, ağır iş dalıcan getməyə haqqında məlumatımız olmuyor. Evdə çox az vaxt keçirirdi. Hər dəfə deyəndə ki, Samit, bəs nə vaxt evə tez gələcəksən? Deyirdi, qocalanda. Bəlkə pensiyaya çıxam, onda üzümü görərsiniz. Amma o da nəsib olmadı, o da qismət olmadı. Çox iyi. Hərbi barədə heç bir məlumat vermirdi mənə. Hətta onun demirəm, 6 ordeni var idi. Mən bir qardaş kimi mənim onlardan məlumatım yox idi. Hər hansı bir əməliyyatı keçirtmişdi onlar. Onunla bağlı cənab prezident Ali Başkomandan ona saat hədiyyə eləmişdi. Bir dəfə bu saatla bağlı yaxın gələcəkdə bir söhbətimiz oldu ki, bəs sənə cənab prezident belə bir mükafat verib, fəxirdir. Dedi ki, nəinki cənab prezident, Ulu Öndər də mənə tələbə vaxtı saat verib.
Müxtəlif illərdə xüsusi təyinatlı qüvvələrdə qrup komandirinin müavini, bölük, qrup, dəstə komandiri və hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib. Samid 8 il mənim qrup komandirim olub. Onun belə deyək, komandir kimi, bir insan kimi, bir şəxsiyyət kimi çox gözəl insan idi. Yəni o öz əsgərlərinə daima ruh yüksəkliyində saxlamağı bacarırdı, özünün arxasınca aparmağı bacarırdı. O vətənpərvərliyi, torpağı və həmçinin onun tabesində olan insanların sağlamlığını çox üstün tuturdu. Özündən çox üstün tuturdu və xüsusilə də tabeçiliyində olan insanların öz ailəsi, öz qardaşları kimi qəbul edib və onların qayğısına hər zaman qalırdı. Qorxmaz, necə deyim, məğrur bir insan idi. O adam heç vaxt fikirləşməzdi ki, mən gedərəm, nəsə mənə olar, nəsə mənim başıma bir iş gələr. Yəni bu şeylər heç vaxt fikirləşmirdi və hamıya da onu tövsiyə edirdi ki, heç vaxt heç nədən qorxmaq lazım deyil. Onun qanında, canında sadəcə olaraq bircə şey var idi: torpaq, vətən. Onun amalı o idi. Bu insan bu işlə yaşayırdı, həzz alırdı. Qəti ölümdən qorxusu yox idi. Kimsə deyəndə kimsə rəhmətə gedib, bir dəfə gəlmişik, bir dəfə də gedəcək. Həmişə deyərdi, insan deyir, həyata bir dəfə gəlir, bir dəfə də ölür. Öləndə də gərək elə öləsən ki, şərəfli öləsən. 2014-cü ilin avqust ayında erməni təxribatının qarşısını almaq üçün mayor Samid İmanovun dəstəsi əməliyyat keçirərək düşmənin 20-yə yaxın canlı qüvvəsini məhv edib və geri qayıdıb. Ağdam istiqamətində düşmənin təxribat qrupunun hücumunun qarşısını alarkən qəhrəmanlıq göstərmişdi. Bəli, və onun nəticəsində Cənab Ali Baş Komandan dəyərləndirdi və orada ona saat hədiyyə elədi, mükafatlandırdı. Qarabağ savaşı başqa vətən övladları kimi Samidi də xəyanətkar düşmənlərlə üz-üzə qoydu. Vətəni, torpağı qorumaq lazım idi. Samid isə vətəni canından da çox sevirdi. Anamı aparmağa gəlmişdi, öz qızı ilə anam bizdə idi. Gedəndə bizim qohumda da toy olacaq idi 3-də, aprelin 3-də. Soruşdu ki, toy nə vaxtda? Dedi 3-ə. Dedi, mən iştirak eləyə bilməyəcəm. Anam təəccübləndi ki, niyə, hara gedirsən? Dedi, gedirəm, təlimə gedirəm. Mən də özümdən asılı olmayaraq dedim ki, gedirsən, ged, gözün arxada qalmasın. Sözü özümdən asılı olmayaraq ona dedim. O da belə mənə baxdı, başından belələrdi, yəni çox o həmişə gedirdi təlimlər, amma mən bu sözü heç mən deməmişdim ona. Sonuncu dəfə mənə 26-sında danışdı o, zəng vurdu mənə. Ona hərbi hissə tərəfindən xidməti ev verilmişdi. O evin təmiri ilə bağlı. Dedi, gedim gəlim, köçəcəm ora. Mən də uğurlar arzuladım, ged, gəl, hara gedirsən? Dedi, heç təlimə gedirəm, ola bilsin ki, bir 4-5 gün olmayam. Bizdə həm də bir toy mərasimi var idi. Orada dedi, gələ bilməyəcəm mən. Amma 4-5 günə qayıdıb gələcəm. Sonunda da mən də danışığım onunla oldu. Axırıncı dəfə ayın birində o yoldaşından uşaqların şəklini istədi. İkisindən onun xəbər çıxmadı. İkinci övladımız 40 gün idi. Anadan olmuşdu, o getdi. 2016-cı il aprelin 3-dən 4-ünə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü oldu. Düşmən təxribatının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Tərtər istiqamətindəki yüksəklik uğrunda gedən atışmada ağır yaralanan cəsur komandir döyüş meydanından çıxarılmasına qəti etiraz etdi. Mayor İmanov yaralı silahdaşının xilas edilməsi əmrini verdi. Cəsur komandir son nəfəsinə dək mübarizə apararaq qəhrəmancasına həlak oldu. Mən ilk hissiyatım 31-i axşamı 1-nə keçən gecə gördüyüm yuxudan hiss etdim. Yuxuda gördüm onların binası yanıb, bütün evlər yanıb, bunların evi yanıb.
Qapı, pəncərə, pol hamısı yanıb. Evi sulayıblar, evin içi bütün sudur, söndürməyə gəliblər. Bir onu gördüm yuxuda. Ayıldım, biri səhər saat 5 idi. Bir də mesaj yazdım ona ki, narahat oldum. Biri 5-də mən mesaj yazdım, biri səhər 5-də yazmışdım mən. O biri 16:35-də cavab yazdı. Axırıncı o cavabdı. Bir də uşaqların şəklini yolladı. Ondan sonra əlaqə saxlaya bilmədik. Bilirmiş, qızlarım bilirmiş. Ondan xəbər yoxdur. Bizə alladırdılar ki, Samit yazdı. Salamatlıqdır, yanından adam gəlib, zəng vurublar. Amma heç nə yox imiş. Mənim xəbərim yox imiş heç nəydən. Onun getməyində hər kəsə əyan olmuşdu. Hamı öz yuxusunu görmüşdü. Gecə də onu aeroportda gözləyirik. Bacısı idi, anası idi, mən idim. Gözlədik, gəlmədi. Soruşanda ki, Samit gəlmədi, dedilər, yox, gəlmədi. Biz də getdik, amma mən yenə də o yuxuya inanmazdım. Mən axır dəqiqəsinə qədər gözlədim onu. Amma nə yazıq ki, gəlmədi. 2 ay idi, o qalırdım orada. O 2 ay ərzində o körpüyə minnətdaram. Mən ki, uşağımı orada mən gördüm. İşə yola saldım, işdən gələndə qapısını açdım. Samid İmanov vətən uğrunda şəhidlik adlandırılan uca zirvəyə yüksəldi. Gözlərini canından, qanından artıq sevdiyi vətəni, milləti üçün əbədi olaraq yumdu. Samid ailəli idi. Şəhidimizin 2 yaşlı qızı və 2 aylıq oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə mayor İmanov Samid Gülağıoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görüldü.